Salam, xoş gördük dostlar. Azərbaycan hakimiyyətini işğal eləmiş qəsbkar, dələduz, əyyaş və qumarbaz İlham Əliyev hakimiyyəti növbəti bir cinayətinə imza atıb. O, Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu'nu həbs edərək, onu 9 il azadlıqdan məhrum edib. Siyasi fəaliyyətlərinə görə həbs edilən şəxslərin şərlənməsi, azadlıqdan məhrum edilməsi, döyülməsi, işgəncələrə məruz qalması Azərbaycanın ictimai-siyasi hadisələrindən xəbəri olan şəxslər üçün məlum məsələdir. Amma mənim diqqətimi çəkən başqa bir məsələ oldu. Azərbaycan hakimiyyətinin, Azərbaycanın prezidenti İlham Əliyevin şəxsən və ona xidmət eləyən şəxslərin nə qədər Azərbaycanda dələduzluqla məşğul olduğunu hər kəs bilir. Onların necə dələduz olduqlarını, xalqı necə çapdıqları, taladıqları hər bir kəsə məlumdur. Və dəfələrlə Avropa Birliyi tərəfindən Azərbaycan hakimiyyəti bu dələduzluqlara görə, rüşvətə görə cərimələniblər. Və son 1-2 gündə də yenidən 14.500 avro dəyərində Azərbaycan hakimiyyəti 2 siyasi fəalın həbsinə görə cərimələnib. Amma mənim diqqətimi çəkən başqa bir məsələ odur ki, Azərbaycan hakimiyyəti və Azərbaycan hakimiyyətinə nökərçilik eləyən hakimlər Tofiq Yaqublu'nu dələduzluq və sənədləri saxtalaşdırma və istifadə eləmə maddələri ilə onu ittiham ediblər. Onlar özlərində olan nöqsanları, özlərinin elədiyi cinayətləri siyasi fəaliyyət göstərən şəxslərin üzərinə atırlar. Azərbaycanda narkotik maddələri özləri satdığı halda, özləri ölkəyə gətirdiyi halda, özləri Azərbaycan xalqını lazım olanda güllələdikləri halda, Azərbaycanda həbs etdikləri dindar şəxsləri də narkotik maddələrlə və yaxud da silahla ittiham eləyirlər. Bu cür bir mənfur xasiyyət ancaq İlham Əliyevə aid ola bilər və ona xidmət edən şəxslərə ki, Azərbaycanın pak, təmiz Azərbaycan xalqına dəyərli insanlarını bu cür maddələrlə ittiham eləyirlər. Amma biz buradan səslənirik şəxsən İlham Əliyevin özünə. İlham Əliyev, sən Azərbaycan xalqını sındıra bilməyəcəksən. Sən Azərbaycan xalqının iradəsini məhv eləyə bilməyəcəksən. Sən Azərbaycan xalqının malını, pulunu, sərvətini talaya bilərsən. Bu sərvətlərlə özünə malikanələr ala bilərsən, bu sərvətlərlə xoş gün güzaran keçirə bilərsən. Amma unutma ki, biz də rahat durmayacağıq, biz də sakit durmayacağıq, biz də səni rahat buraxmayacağıq. Və sənin hər nə qədər şərəfsizliklərin var, biz onların hamısını açıq-aydın şəkildə bu xalqa göstərəcəyik və xalq həqiqəti görəcək. Bundan əmin ol İlham Əliyev.